Təsəvvür edin, dünya səviyyəli bir çempionsunuz, amma öz vətəninizdə sizə yer yoxdur. Bu, sadəcə bir boks hekayəsi deyil. Bu, bir qəhrəmanın yüksəlişi, xəyanətə uğraması və bitməyən mübarizəsindən bəhs edən müasir bir dastandır. Bu, Ramal Amanovun hekayəsidir. Mən dünya çempionatının finalçısı oldum, amma doğma Gəncədə belə mənə yer tapılmadı. Bax, bu sözlər bütün hekayənin, bütün faciənin özəyidir. Necə ola bilər ki, bir dünya finalçısı öz evinə sığmasın? Gəlin bu hekayənin dərinliklərinə enək və səbəbləri anlamağa çalışaq. Hekayəmizin birinci fəsli. Hər şeyin mükəmməl göründüyü o anlar. Gənc bir istedadın Azərbaycan boksu səhnəsinə necə ildırım sürəti ilə daxil olduğundan danışaq. Cəmi 20 yaşı var idi. Düşünün, bir 20 yaşında Ramal Amanov bütün dünyanı heyrətə gətirərək həvəskarlar arasında dünya çempionatının finalına çıxdı. Gümüş medal qazandı. Yalnız güclü bir Kubalı boksçuya məğlub oldu. Bu sadəcə bir medal değildi. Bu, Azərbaycan boksu üçün bilirsiniz bir tarix idi. O anı təsəvvür etməyə çalışın. Podyumdasınız, bütün dünya sizə baxır və siz bir millətin ümidisiniz. Hamı deyirdi ki, bu oğlan yeni bir dövr açacaq. Sanki bütün dünya onun ayaqları altındaydı və gələcək limitsiz imkanlarla doluydu. Amma bilirsiniz, hekayələr heç vaxt bu qədər sadə olmur, elə deyilmi? Hər qəhrəmanın bir sınağı olur və Amanovun ən ağır sınağı, ən ağır zərbəsi ringdə yox, ringdən kənarda gəldi. Bu, əsl siyasi nokautu idi. Yaxşı, bəs nə baş verdi? Hadisələr 2007-ci il dünya çempionatına gedib çıxır. Komanda olaraq uğursuzluq yaşanır. Heç kim olimpiya lisenziyası qazana bilmir və bu uğursuzluq onsuz da mövcud olan gərginliyi partlama nöqtəsinə gətirən ilk qığılcım oldu. Baxın, gözlənti nə idi? Dünya finalçısına hörmət, dəstək. Bəs reallıq? Reallığı oldu ki, bir federasiya rəsmisi hamının içində Amanov'u təhqir etdi. Təbii ki, Amanov da susacaq biri değildi. Onun cavabı isə həvəskar karyerasını bitirən kəskin bir qarşıdurmaya səbəb oldu. Və beləcə 27 yaşında karyerasının zirvəsində ola biləcəyi bir vaxtda Amanov qapıların üzünə bağlandığını gördü. Nə etdi? Hər şeyi atıb getdi. Boksu buraxdı və yeni bir başlanğıc üçün Rusiyaya üz tutdu. Bir çempion üçün çox acı bir sürgün idi bu. Amma hekayə burada bitmir. Əsl çempionun xarakteri məhz belə anlarda üzə çıxır. Amanov təslim olmadı. Onun üçün yeni bir mübarizə başlayırdı. Karyerasını sıfırdan başqa bir ölkədə yenidən qurmaq. Deməli, o Moskvadadır. Dostları onu yola gətirir, yenidən məşqlərə başlayır və uğur qazanır. Peşəkar ringdə qələbələr ard-arda gəlir, amma sonra qarşısına bir şərt qoyulur. Rusiya bayrağı altında döyüşməlisən. O isə qəti şəkildə yox deyir. Beləcə Rusiyadakı yolu da bağlanır və o bu dəfə 3-cü cəhd üçün tamamilə tək başına ABŞ-a gedir. Onun cavabı isə bir mənalıydı. Dedi ki, mən Rusiyada məşq edə bilərəm, amma bayrağım birdir. Öz bayrağımdan başqa heç bir bayrağı təmsil etməyəcəyəm. Bu, onun üçün prinsip məsələsi idi və o, bu prinsipdən bir addım belə geri çəkilmədi. Və bu hekayə daha da maraqlaşır. Amerikaya gedir və kiminlə məşq etməyə başlayır, bilirsiniz? Əfsanəvi George Foreman'dan. Nəticə, çox qısa zamanda dünyanın top 15 boksçusu sırasına daxil olur. İnanılmazdır, deyilmi? Sıfırdan başlayıb yenidən zirvəyə dırmanmaq. Artıq hər şey qaydasında görünürdü. Karyerasının mütləq zirvəsinə yaxınlaşırdı. Boks dünyasının Məkkəsi sayılan Madison Square Garden'da döyüş bu hər bir boksçunun arzusudur. Amma bu zirvə eyni zamanda uçurumun bir addımındaydı. 1. Bu rəqəm çox şey ifadə edir. Baxın, bugünə qədər bütün Azərbaycan boks tarixində Madison Square Garden kimi əfsanəvi bir arenada döyüşən cəmi bircə nəfər olub və o Ramal Amanovdur. Tək tənha. Baxın, hadisələr necə cəryan edir. Amanov o məşhur arenaya çıxır. Ancaq döyüş zamanı bir zərbə hər şeyi dəyişir. Gözündən çox ağır zədə alır. Həkim döyüşü saxlamaq məcburiyyətində qalır. Və o an onun ən böyük arzusu, ən böyük kabusuna çevrilir və elit karyerası demək olar ki bitir. Boks karyerası demək olar ki başa çatdı. Bəs sonra? Ramal Amanov vətəninə qayıdır. Amma onun döyüşü hələ bitməmişdi. Əslində, bəlkə də ən çətin döyüşü indi başlayırdı. Üzləşdiyi sistemə qarşı son ittihamları ilə. Baxın, onun qarşısında seçimlər var idi. Houston, Miami, Amerikada qalıb rahatca məşqçi işləyə bilərdi. Amma o nə etdi? Doğma şəhəri Gəncəyə qayıtmağı seçdi.
Çünki bir məqsədi var idi, öz təcrübəsini gənc nəsillərə ötürmək. Yaxşı. Bəs o doğma şəhərində nə gördü? Hansı mənzərə ilə qarşılaşdı? Gəlin onun öz ifadəsini işlədək. Bir kəlmə ilə rüsvayçılıq. Bax, bu qrafik əslində onun demək istədiyinin vizual bir ifadəsidir. Bir tərəfdə ştatda olan, yəni maaş alan, təxminən 40 məşqçi var. Digər tərəfdə isə real nəticə göstərən, yəni çempion yetişdirən cəmi 2 nəfər. Aradakı bu böyük fərq bax Amanovun tənqid etdiyi sistemin paradoksudur. Yəni Amanov nə deyir? Deyir ki, sistem çempion yetişdirmək əvəzinə sadəcə yer tutur. Bizim özümüzün güclü məşqçilərimiz var, amma onlar kənarda qalıb. Əvəzində dilimizi bilməyən xariciləri gətirirlər. Amanovun öz sözü ilə desək, bu vəziyyət sadəcə absurddur. Bütün bu hekayənin sonunda gəlib bir fundamental suala çıxırıq. Necə olur ki, bu qədər potensial, bu qədər istedad olduğu bir yerdə sistem öz yetirmələrinə, öz çempionlarına arxa çevirir? Ramal Amanovun hekayəsi sadəcə bir idmançının hekayəsi deyil. Bu həm də cavabını hələ də gözləyən çox ciddi bir sualdır.